abituriyentlər, belə bir bərabərsizliyimiz var. Əvvəlcə sürət qurulları ayırır. Kökdə 6 minus x, kökdə 6 plus x. Şərtimizə baxsaq, məxrəcdə heç vaxt 0 ola bilməz və kökün altına mənfi ədəd ola bilməz. Onda x plus 3 hər zaman böyükdür 0, x böyükdür mənfi 3 şərtimizi yadımızda saxlayaq. Keçək intervallar üsuluna. Kökləri qeyd edərsək, mənfi kökdə 6-nı yazdıq, müsbət kökdə 6-nı yazdıq. Mənfi sonsuzluqdan mənfi kökdə 6-ya qədər qiymətlərində bura artıq müsbətdir, bura mənfidir. Müsbət mənfiyə dəyəndə mənfi eləyəcək. Mənfi kökdə 6 ilə müsbət kökdə 6 aralıqlarında isə burada müsbətdir, burada müsbətdir. Müsbət alacaq. Kök altında 6-da müsbət sonsuzluq arasında bura mənfidir, bura müsbət qiymətlər aldığı üçün mənfi müsbətə dəyib, yenə mənfi eləyəcək. Bu bərabərsizliyin həllinə baxsaq, mənfi sonsuzluqdan mənfi kök altı 6-ya qədər birləşsin. Müsbət kök altında 6-dan müsbət sonsuzluğa qədərdir. Amma burada bu şərtimiz var. X mənfi 3-dən böyük qiymətlər almalıdır. O zaman bu şərti bura daxil edəsək, mənfi 3-dən mənfi kök altında 6 aralığına qədər birləşmə müsbət kök altında 6-dan müsbət sonsuzluğu aralığına qədər həllər alacaq.